Dostlar, görün sizə nə göstərirəm. Heç bilirsiniz hansı evi satıram? Buyurun, baxın. Ata, məsləhət ki, bir müddət bağda qalasın. Bəli, Sirli Gecə bədii filmin çəkildiyi həmin o ev. 2 sot yarım torpaqda yerləşən 109 kvadrat metrlik ev. Bu evin qarşısıdır. Maşın üçün böyük darvaza da var. Həyətdə meyvələr. Burada həyətin böyrüdür bura. Və bütün pəncərələr belə raşotka ilə deməli mühafizə olunur. Həyətin böyük hissəsidir. Meyvə ağacları var. Budur heyva ağacı. Hazırda üstündə heyva. Burada bir naves var. Təng ağacıdır, üzümlər. Deməli burada böyük bir su çənidir. Burada kombidir və Aristondur. Onu da qeyd edim ki, məşhur Ramazan payı filmimizi də məhz bu evdə yaşayanda məhəllə marketlərinin birində çəkmişdik. Siz mənə nisiyə olaraq çörək, çay, yumurta verə bilərsinizmi? İndi isə dostlar, evə daxil oluruq. Ya Allah, buyurun. Bu bizim evin ortasında böyük bir dəhlizimiz və çox rahat bir proyektdir, əziz dostlar. Baxın, gördüyünüz kimi dəhlizdən ətrafa, otaqlara bir-bir qapılar açılır. Burası su qovşağıdır. Səliqəli hamam, tuvalet. Belə. Və bura mətbəxdir. Təbii ki, hər kəs alıb öz istədiyi kimi yenidən evə əl gəzdirir, amma ən azından biz olduğu kimi evi sizə göstəririk. İndi isə tək-tək otaqları gəzək və videonun sonunda sizə Bahar qəsəbəsinin yolunu aydın çatdıracağam və həmçinin əfsanəvi dinozavrdan danışacağam. Demək, sol tərəfə açılan qapı birinci qonaq otağıdır. Bu otağı yəqin ki, xatırladınız. Sirli Gecə bədii filminin əsas səhnələrindən biri. Burada mübahisə edirlər. Burada bir masa vardı. İndi həmin səhnəni özünüz görəcəksiniz. Bilirsən nə var? Ya mən gedəcəm, ya sənin atan bu evdə qalmayacaq. Qulaq as, əgər sənə xoş deyilsə, çıx get dədənin evinə. Gedərəm. Axı, Qalıb atava baxa bilərsən. Belə dostlar, bu bizim qonaq otağı. Gördüyünüz kimi keçirik. Bura yataq otağı. Geniş bir yataq otağıdır. Otağı da sizin üçün ətraflı çəkim. Bura yataq otağı. Və yataq otağından çıxırıq. Sol tərəf uşaq otağıdır. Buyurun, baxın. Bura uşaq otağı. Buradan çıxırıq. Bura isə balaca bir otaqdır. Çox gözəl bir iş otağı kimi istifadə oluna bilər. Mən şəxsən buranı iş otağı kimi istifadə edirdim.
Bura mənim kompüter masamdır. Bu şifoneri də yəqin ki tanıdınız. Məncə kifayət qədər sizin üçün rahat çəkə bildim. Bahara daxil olandan sonra birinci dalan, sol tərəfdən hardasa 5-ci ev. Buyurun, bizim evimiz. Evin qarşısını da xatırladınız çox güman ki. Belə dostlar, ümid edirəm ki, məni diqqətlə izlədiniz və evə ehtiyacı olan hər kəs bizimlə əlaqə saxlayacaq və bu maraqlı evi gəlib yaxından görmək istəyəcək. Videonun üzərində yaxud aşağıda məlumat yerində sizə təqdim olunan nömrə ilə əlaqə saxlaya, WhatsApp-dan yaza, gəlib evi yaxından görə bilərsiniz. Dostlar, həmçinin 2016-2017-ci ildə ölkədə və ölkədən kənarda çox səs salmış bizim bir reklam filminin əsas səhnələrindən biri də burada çəkilmişdi və o reklam işi daha çox dinozavrla yadda qalmışdı. Buyurun, baxın, bura həmin o səhnə çəkilən məkandır. Get çəkmişdiniz əvvəlcədən, baxdınız. I take a look at my life and realize there's nothing left. Cause I've been laughing and laughing so hard that even my mama thinks that my mind is gone. But I ain't never crossed a man that didn't deserve it. Me be treated like a punk. Mane ol. Evet, sen aktörsən, sen vecib olmamalısın. Heç nəyə vecib olmamalısın. Hazır ol. I'm 23 now, but will I live to see 24? The way things are going, I don't know. Baxsan. Başımı bükaysan. Sevgiyle. Mumu. Göster. Bak özün de bak. Tomurta. Baxın dostlar, bu bahara gedən əsas 3 yol ayrıcıdır. Bu sol tərəf Dədə Qorquda gedən yoldur. Sağ tərəf Hövsana gedən yoldur. Əsas Hövsan yoluna birləşən yoldur. Amma bu gördüyünüz təmiz, düz asfalt yol isə baharın içərisinə gedən yoldur. Bu yol isə şəhərdən Hövsana gələn əsas yoldur. Gördüyünüz kimi bu Hövsan plakatıdır. Bu yolla gəlib, amma Hövsana deyil, bu yoldan sola bir yol vurulur. Bu yol sizi yeni Bahar massivinə aparır. Yəni biraz qarşıda Bahar massivi deyilən qəsəbə yerləşir. Mumu. Tomurta. Power and the money and the power. Minute after minute.